Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslami İlimler Mektebi Ərəb Dil Dersleri silsilesine her biriniz hoş gelmişsiniz. Bugünkü dersimizin mövzusu mübteda ve haberin müzekker ve cəm halında gelmesi. Biz daha evvelki derslerimizde mübteda ve haber üzvlerinin merfu olduğunu demiştik ve bu merfuluk alametinin müfret yani tek isimlerde damme harekesiyle icra edildiğini zikretmiştik. Bugün ise mübteda ve haber üzvlerinin cem müzekker salim halında nece merfu olduğunu ifade edeceğiz. Burada da dediğimiz kimi cem müzekker salim halında merfuluk alameti vav harfiyle olacak. Dersimizin iki hissesi var. Birinci hissede hem mübtedamız hem de haber üzvümüz cem müzekker salim olacak. İkinci hissesinde ise mübtedamız cem müzekker salim, haberimiz de cem-i teksir olarak gelecek. Birinci halımız her iki üzvümüzün cem müzekker salim olarak gelmesiydi. Cem müzekker salimin merfuluk alameti vav harfiydi. Haberimizde mübtedaya uygun olarak gelmesi lazım olduğundan o da cem müzekker salim halında vav harfiyle merfu olacak ve cem halında gelecek. Aşağıdaki örneğimize bakak. El muslimune muctehidune. Her ne kadar reallıkta olmasa da manası belədir. Müslümanlar çalışkandırlar. Müslümanlar kelimesi mübtedamız burada cem müzekker salim şekilsiyle gelip ve burada merfuluk alameti sadece vav harfidir. Aynı şekilde haberimiz de mübtedaya uygun olarak gelmesi mecburiyetinde olduğundan o da cem müzekker salim formasında gelmiştir ve haberimizin de merfuluk alameti buradaki vav harfidir. El muslimune muctehidune. Müslümanlar çalışkandırlar. Şimdi ise numunelerimize geçecek. İlk örneğimiz oruç tutanlar sabirlidirler. Es-saimune sabirune. Gördüğünüz gibi hem mübteda üzvümüz hem de haber üzvümüz cem formasında gelmiştir ve her iki üzvümüz de vav harfiyle merfu olmuştur. Cem müzekker salimin bildiğiniz kimi iki cem şekilcisi var. Birincisi vavnun, ikincisi yanun harfleridir. Bu dersimizde dikkat edeceğimiz en önemli husus budur ki mübteda ve haber merfu olduğuna göre merfuluk alameti vav harfiyle olur ve bu dersimizde göreceğimiz bütün cem müzekker salim örnekleri vavnun harfiyle cemlenecek. Sebebi de mübtedamızın ve haberimizin merfuluk alametinin buradaki vav harfi olmasından kaynaklanır. Ona göre bu dersimizde yanun şekilsini görmeyeceğiz. İkinci örneğimiz el muderrisune nacihune. Müellimler uğurludurlar. Mübtedamız cem halında, haberimiz de ona uygun olarak cem halında gelmiştir. Merfuluk alameti buradaki sadece vav harfleridir. Bunu yaddan çıxartmayaq. Müfrəd isimlərdə mərfuluk əlaməti dammə hərəkəsiydi. Ancaq cəm müzəkkər salim olan isimlərdə o artıq vav hərfinə keçir. Təsniyə isimlərdə də əlif hərfi idi. Bu xüsusları yaddan çıxartmayaq. Bir digər örnəyimiz Es-saiquna musri'una. Şoferlər sürətlidirlər. Hər iki üzvümüz cəm müzəkkər salim formasında gəlmişdir. Hem mübtedanın merfuluk alameti hem de haberin merfuluk alameti vav harfidir. El muallimune salihune. Müellimler salih kimselerdir. Her iki yüzümüzde cem müzekker salim formasında gelmiştir ve her iki üzvümüzde vav harfiyle merfu olmuştur. El muhendisune mahirune. Mühendisler bacarıklıdırlar. El muellifune hadirune. Müellimler
üzr istəyirəm, müəlliflər hazırdırlar, gəliblər. Hər iki örnəyimizdə cəm müzəkkər səlim formasındadır. El-mu'minuna muhazzabuna. Möminlər tərbiyəlidirlər. Mərfuluq əlamətimizi burada müşahidə edirik. El-muvatinuna məsruruna. Vətəndaşlar sevinclidirlər. Cəm müzəkkər səlim forması. El-mutəfərricuna mutahammisuna. İzləyicilər həyəcanlıdırlar. Mərfuluq əlamətini burada görürük. İndi isə birinci məşqimizə keçirik. Bu məşqimizdə cümlələrin mübtəda üzvlərini verilən sözlərdən istifadə edərək boşluqlara yazacağıq inşallah. Birinci məşqimiz müsəlmanlar sadiqdir, dürüsttürlər. Sadiquna cəm müzəkkər səlim formasındadır. Yəni bu nə deməkdir? Xəbərimiz mübtədaya uyğun olaraq cəm halında gəlirdi. Demək ki, mübtədamız da cəm halındadır. Ona görə də biz muslimun kəlməsini cəm halına salacağıq. Eyni zamanda burada da müsəlmanlar dediyinə görə mübtədamızı cəm olaraq yazmalıyıq. El-muslimuna sadiquna. Müsəlmanlar sadiqdirlər, dürüsttürlər. Muslimun kəlməsi tək halda idi, müfrət bir kəlmə idi. Biz buna mübtədanın mərifi olması lazım gəldiyindən əlif-lam əlavə etdik və sonuna da vav nun şəkilçisi əlavə etdik. Çünki xəbərdən biz bunu bildik. İnananlar qurtuluşa çatan kimsələrdir. Qurtuluşa çatan kimsələrdir. Muflihuna. Biz inananlar kəlməsini yazmalıyıq. El-mu'minuna muflihuna. Gördüyünüz kimi cəm müzəkkər səlim formasında gəldi və mərfuluq əlaməti də vav olaraq yazıldı. Musafirun bir misafir, yolcu deməkdir. Biz yolcular kəlməsi yaratmalıyıq. O da el-musafiruna mut'abuna. Yolcular yorğundurlar. Mumessilun bir aktyor deməkdir. Yəni müfrət halında bir kəlmədir. Biz bunu cəm-i müzəkkər səlim halına salacağıq. Səbəb? Çünki xəbər o şəkildə gəlmişdir. El-mumessiluna məşhuruna. Həm mübtədamız, həm də xəbərimiz mərfu halında gəldi. Addaun atletlər, yəni atletizmlə məşğul olanlar deməkdir. Musri'una cəm müzəkkər səlim formasında gəlib. Ona görə mübtədamız da bu formada gəlməlidir. El-addauna musri'una. Atletizmlə məşğul olanlar sürətlidirlər. Muvazzafun bir məmur deməkdir. Biz məmurlar deyəcəyik. El-muvazzafuna muxlisuna. Məmurlar səmimidirlər. Fənnanun sənətçi deməkdir. Tək haldadır. Biz bunu cəm halına salacağıq və cəm halından da cəm müzəkkər səlim formasına salacağıq. El-fənnanuna ma'rufuna. Sənətçilər tanınırlar, bilinirlər. Fəllahun bir əkinçi deməkdir. Biz əkinçilər mənasında bir cəm müzəkkər səlim forması yaradacağıq.
El-fellâhûne mubekkirûne. Əkinçilər tez gələndirlər, erkən durandırlar mənasında bir cümləmiz oldu. Gördüyünüz kimi mübtədamız mərifə halındadır və cəm müzəkkər halında gəlib. Mərfuluq əlaməti vav hərfidir. Xəbərimiz nəkrədir, əliflamsız gəlib. Cəm müzəkkər səlim formasında və mərfuluq əlaməti də vav hərfidir. İndi isə ikinci məşqimizə keçirik. Cümlələrin xəbər üzvlərini verilən sözlərdən istifadə edərək və lazımi dəyişiklikləri edərək boşluqlara yazacağıq inşallah. Cümləmizin mənası bərbərlər ayaqdadırlar. Mübtədamız və xəbərimiz. Mübtədamız el-hallaquna. Mübtədamız cəm müzəkkər səlim formasında gəlibdir. Ona görə xəbərimiz də cəm müzəkkər səlim formasında gəlməlidir. Xəbər nəkrə bir isimdir. Yəni əliflamsız olmalıdır. Ona görə başdakı əliflamı atacağıq və biz burada xəbərin təsniyə bir isim olduğunu görürük. Əlif nun şəkilçisi ilə bərabər gəlib. Bunun yerinə biz cəm müzəkkər səlimin şəkilçisini əlavə eləyəcəyik. El-hallaquna qaimuna. Bərbərlər ayaqdadırlar. Muhtacun. Möhtacdırlar. Xəbərini yaradacağıq. Əliflamsız nəkir olaraq gəlib, düzdür. Sadəcə mübtədaya uyğun olaraq sonuna bir vav nun əlavə eləyəcəyik. El-mutesavvilûne muhtacûne. Dilənçilər möhtacdırlar. Samitun səssizdirlər. El-müşahidûne cəm müzəkkər səlim formasında, eyni şəkildə xəbərimizdə o şəkildə gələcək. El-müşahidûne izləyicilər, samitûne səssizdirlər. Es-sahafiyyûne jurnalistlər, cəlisûne otururlar. Gördüyünüz kimi hər iki üzvümüzdə cəm müzəkkər səlim formasında gəldi və hər iki üzvümüzün də mərfuluq əlaməti vav hərfi oldu. El-musallûne namaz qılanlar cəm halında, xəbərimiz də cəm halında olacaq. Xəbərimiz nəkrə bir kəlmədir. Əliflamı atacağıq. Təsniyə halında gəlib, təsniyə şəkilçisinin yerinə vav nun, yəni cəm müzəkkər səlimin şəkilçisini yazacağıq. El-musallûne vaqifûne. Burada bir əlif hərfi əksik yazılıbdır. Yazılış xətası var. Onun üçün qüsura baxmayın. El-musallûne vaqifûne. Namaz qılanlar ayaqdadırlar. El-zalimûne. Zalimlər yatırlar. Naimûne. Gördüyünüz kimi mübtədaya uyğun olaraq cəm müzəkkər səlim formasında gəldi və hər iki üzvümüzün də mərfuluq əlaməti vav hərfi oldu. El-mulhidûne. Ateistlər yoldan çıxmışdırlar. Dallun kəlməsini xəbər olaraq yazacağıq. Başında əliflam yoxdur, çünki nəkrə bir kəlmədir, doğru. Sadəcə mübtədaya uyğun olması üçün vavunun şəkilçisini əlavə eləyəcəyik. El-mulhidûne dallûne. Er-rassâmûne. Burada kesiratun. Bu da bir cəm formasıdır. Lakin bu cəmi müənnes səlimin cəm formasıdır. Bizə lazım olan cəmi müzəkkər səlim halıdır. Nəyə görə? Mübtəda və xəbər aralarında həm cinsiyyət, həm də say baxımından bir-birinə uyğunluq göstərirlər. Cinsiyyət olaraq mübtədamız kişi cinsində olduğuna görə
xəbərimizdə kişi cinsində olacaq. Ona görə bu əlif təni ataraq yerinə vavnun şəkilçisi yazacağıq. Er-rassamuna kəsiruna. Dəyərli tələbələr, diqqət edəcəyimiz bir xüsus var ki, o da indiyə kimi gördüyümüz örnəklərdə həm mübtədamız, həm də xəbərimiz cəmi müzəkkər səlim formasında gəlirdi. Bəzən cəmi təksir halındakı cəm kəlmələr də mübtəda və xəbər ola bilirlər. Və bu cəmi təksir halındakı mübtəda və xəbər olan kəlmələr müfrət tək haldakı isimlər kimi mərfu olurlar və bunların mərfuluq əlaməti də az əvvəlki vavnun yerinə dammə hərəkəsi olur. Bu dərsimizin ikinci qismidir. İkinci halımız belə olacaq. Mübtədamız cəm müzəkkər səlim olacaq. Yəni vavnun şəkilçisi ilə cəmlənəcək. Xəbərimizdə burada gördüyünüz kimi ya sadəcə tək bir ötrə və ya iki ötrə ilə mərfu olacaq. Aşağıdakı örnəyimizə baxaq. Əl-bəhithunə uqaləu. Tədqiqatçılar ağıllıdırlar. Əl-bəhithunə mübtədamız vavnun, yəni cəm müzəkkər səlim formasında gəlmişdir. Bunun mərfuluq əlaməti buradakı vav hərfidir. Lakin xəbərimiz də eyni şəkildə cəm formasında gəlib, amma bu cəmi təksir halıdır. Cəmi təksir olan kəlmələrin mərfuluq əlaməti ya tək ötrədir və ya iki ötrədir. Uqaləu kəlməsi tək ötrə ilə mərfu olur. Bunun səbəbini ilərləyən dərslərimizdə izah edəcəyik. Lakin burada bilməniz gərəkən cəmi təksirlər müfrət bir kəlmə kimi mərfu olurlar. O da buradakı hərəkələrdir. Örnəklərimizə keçək və bu şəkildə daha yaxşı qavrayacağınızı düşünürəm. El-mu'minunə ixvətun. Mübtədamız cəmi müzəkkər səlim formasına gəlmişdir. Şəkilçisi də buradadır. Xəbərimiz isə cəmi təksir formasında gəlmişdir. Biz bunu hardan başa düşürük? İxvətun kəlməsi əxun kəlməsinin cəmi təksiridir. Biz sizinlə qaydasız, qırıq və ya sınıq və ya başqa bir ifadəsilə cəmi təksir isimləri öyrənirik. Neçə dərsdir ki, biz onların qəliblərini sizlərə öyrədirik və əxun kəlməsinin cəm formasının ixvətun və ya ixvanun şəklində olduğunu demişdik. Ona görə biz ixvətun kəlməsini gördüyümüzdə burada sayı baxımından bir uyğunsuzluq olmadığını başa düşürük. Nəyə görə? Mübtədamız da cəm halındadır, xəbərimiz də cəm halındadır. Mübtədamız cinsiyyət olaraq kişi cinsindədir. Niyə? Cəmi müzəkkər səlim, müzəkkər kişi cinsli isimləri ifadə edən bir termin idi. Xəbərimiz də eyni şəkildə kişi cinsindədir. Buradakı tə sizi yanıltmasın demişdik. Çünki müfrədi, tək halı kişi cinsində olduğuna görə cəm halını da biz kişi cinsli sayırdıq. İkinci örnəyimiz Əl-la'ibunə şubbanun. Oyunçular gəncdirlər. Şubban kəlməsi xəbərdir. Cəmi təksir halındadır. Müfrədi şəbbun şəklində olacaq. Şəbbun kəlməsi fualun vəznində şubbanun olaraq cəmi təksir olmuştur. El-musallunə huccacun. Huccacun xəbərdir və haccun kəlməsinin cəmi təksiridir. Hər iki kəlməmizdə cəm halındadır və hər iki kəlməmizdə kişi cinsində gəlmişdir. Cəm müzəkkər səlimin mərfuluq əlaməti vav, cəmi təksirin mərfuluq əlaməti müfrət isimlərdə olduğu kimi ötrə hərəkəsidir.
El kafirune ezilletun. Ezilletun zelilun kelimesinin cemi teksiridir. Her iki kelimemizde cem halında ve her iki üzümüzde kişi cinsinde gelmiştir. Bu ta-i merbute sizi yanıltmasın. Çünkü onun əslində, yani müfrət halında o hərf yoktur. Es-sariqune qarasinetun. Oğrular pirattırlar. Oğrular cem halında, qarasinetun da cemi teksir. Bu kelimenin müfrət halı qursanun şəklində gəlir. Qursanun qarasinetun. El-mucrimune feceratun. Feceratun kelimesi cemi teksir halındadır. Müfredi fəcirun olarak gəlir. Hər iki kəlməmizdə cəm halındadır. Cəm müzəkkər səlimin mərfuluq əlaməti vav. Cəmi təksirin mərfuluq əlaməti müfrəd isimlərdə olduğu kimi ötrə hərəkəsidir. Ez-zairune suadau. Ziyarətçilər sevinçlidirlər. Suadau kelimesi de cəmi təksirdir. Müfrəd halı sa'idun. Burada da dikkatinize çatdırım ki, bəzi isimlərdə tək ötrə, bəzi isimlərdə də iki ötrə şəklində irab aldığını, mərfuluq əlamətinə daxil olduğunu demişdik. Burada da görürsünüz ki, tək ötrə ilə alıb. Bunların detaylı açıqlamasını ileriki dərslərimizdə inşallah verəcəyik. Bu dərslik hələ ki bununla yanaşı iki ötrə ilə də bəzi cəmi təksir kəlmələrinin mərfu olacağını bilməniz kifayətdir. El-mustemi'une dinləyicilər, ə'izzəu değerli kimselerdir, əziz kimselerdir. Cəmi təksir, müfrət halı azizun. Azizun ə'izzəu. El-qaraviyyune kəndlilər məharatun mahirdirlər. Cəmi təksir halındadır. Müfredi mahirun. Mahirun, məharatun. Bu kelimeleri karşılıklı yazarak ezberlemeyiniz tövsiye olunur. El-dâhikûne sibyanun. Gülenler uşaklardır. Sibyanun, bu da cəmi təksir halındadır. Mərfuluq əlaməti iki ötrədir. Cəm müzəkkər səlimin mərfuluq əlaməti vav hərfidir. Sibyanun kelimesinin müfrət halı sabiyyun. Uşaq, uşaqlar. İndi isə üçüncü məşqimizə keçirik. Cümlelerin mübtəda üzvlərini verilen sözlerden istifadə edərək boşluqlara yazacağıq. Birinci örneğimiz münafiklər qısqancdırlar. Qısqancdırlar, yani xəbərimiz cəm halında, ancaq necə cəm? Cəmi təksir. Həsədətun. Müfrədi hasidun şəklində gəlir. Xəbərimiz cəm gəlirsə, mübtədamız da cəm gələcək. El-munafiqune hasedetun. Her iki üzümüz de cəm halında geldi. Her ikisi de müzəkkər, yani kişi cinsinde oldu. Buradaki təyi mərbutə sizi yanıltmasın. Tək halda o yoktu. Möminlər kəlməmiz, mübtədamız möminlər olarak cəm halında gələcək. Mərhəmətlidirlər. Ruhamau cəmi təksirdir. Rahimun o kelimenin müfredidir. El-mu'minune ruhamau. Müminler merhametlidirler. Muznibun günahkarlar, suslular, günahkardırlar. Haberimizde usatun.
cəmi təksir halındadır. Müfrədi əl-asi şəklində gəlir və ya asin olaraq yazılır. Mübtədamızda el-muznibunə usatun. Hər iki kəlməmizdə cəm halında gəldi. Hər iki kəlməmizdə iki cinsində gəldi. Qaiminə ayakta duranlar. Biz ne demiştik? Mübteda merfu idi ve bu merfuluk əlaməti müfrət isimlərdə, yəni tək olan isimlərdə ötrə və ya iki ötrə, üç və daha çox olan isimlərdə vav hərfi olduğunu ifadə eləmişdik. Burada cəm müzəkkər səlim yə hərfi ilə cəm halına salınıb. Bu xətalıdır. Bunu biz vavnun şəkilçisi ilə yazacağıq. El-qaimunə atibba'u. Atibba'u kəlməsi cəmi təksir formasındadır. Tabibun kəlməsinin cəmi təksir halındakı formasıdır. Ayakta duranlar həkimlərdir. El-vafidə gələnlər. Burada müfrət halda bir kəlmə var. Onu biz cəm halına salacağıq. El-vafidunə rusulun. Cəmi təksir halında bir kəlmədir xəbərimiz. Müfrədi rasulun rusulun. Mübtədanın mərfuluq əlaməti vav, xəbərin mərfuluq əlaməti iki ötrə oldu. Məscunani. Mübtədamız təsniyə olaraq gəlib biz bunu cəm halına salacağıq. El-məscununə məhkumlar zalemetun zalimdirlər. Zalemetun cəmi təksir bir kəlmədir. Müfrət halı zalimun olaraq gəlir. Zalimun zalemetun. Fəaletun qəlibində gəlmişdir. Hər iki üzümüzdə cəm formasında və hər iki üzümüzdə iki cinsində gəlmişdir. Abidun el-abidunə cəm müzəkkər səlim və iki cinsində olan bir kəlmənin qarşılığı olaraq xəbərimizdə əvliyəu həm cəm həm də iki cinsində gəldi. Əvliyəu kəlməsi cəmi təksirdir. Müfrədi vəliyyun. Vəliyyun əvliyəu. Abidlər Allah dostlarıdır, vəlilərdir mənasında bir cümlə. Muvazzafun cəm müzəkkər səlim halında el-muvazzafuna umyanun. Məmurlar əmadırlar. Umyanun cəmi təksir halında bir kəlmədir. Müfrədi a'ma. A'ma umyanun. Görmə əngəlli olan bir şəxs əma. Dördüncü məşqimizə keçirik. Burada az əvvəlki üzvdən fərqli olaraq xəbər üzvləri veriləcək və verilən sözlərdən istifadə edərək və lazımi dəyişiklikləri edərək boşluqlara xəbər üzvlərini yazacağıq inşallah. Birinci örnəyimiz el-qadimunə. Mübtədamız cəmi müzəkkər səlim formasında gəlib. Demək ki, xəbərimizdə cəm olacaq. Müzəkkər olduğuna görə xəbərimizdə iki cinsində olacaq. Guzətun nəkirə bir kəlmədir.
Xəbərimizdə nəçr olmalıydı. Düzdür. Guzatun cəm formasında mıdır? Bəli, cəmi təksir formasında bir kəlmədir. Bu da bizim üçün uyğundur. Və xəbərimiz də eyni şəkildə mübtəda kimi mərfu olmalıydı. Cəmi təksirlərin mərfuluq əlaməti müfrəd isimlər kimi bir ötrə və ya iki ötrə ilə olur. Burada da ötrəmiz var, düz. Bunu olduğu kimi yazırıq. El-qadimune guzatun. Cəmi təksirin müfrəd halı el-gazi şəklində gəlir. Fuccarun, el-munafiquna fuccarun. Burada da cəmi təksir halında bir formamız var. Sadəcə mərfuluq əlamətini ötrü olaraq yazdığımız halda olduğu kimi buraya köçürməmiz münasibdir. El-munafiquna fuccarun. Münafiqlər günahkardırlar. El-mühendisune, mühendislər bacarıqlıdırlar. Məharatun kəlməsi cəmi təksir qəlibindədir. Lakin cəmi təksirlər müfrəd isimlər kimi olurdu. Yəni ya tək ötrə və ya iki ötrə. Burada biz iki ötrəni tərcih eləyəcəyik. El-mühendisune məharatun. Bu da mahirun kəlməsinin cəmi təksiridir. El-hadirune hazır olanlar, gələnlər zəngindirlər. Əğniyəu cəmi təksir formasındadır. Bizim üçün uyğundur. Çünki mübtəda cəm olduğuna görə xəbər də cəm halında gələcək. Bu cəmi təksir olaraq gəlib və sonu da mərfuluq əlamətinə uyğundur. Ona görə bunu olduğu kimi yazacağıq. El-hadirune əğniyəu. Gələnlər zəngindirlər. Bu kəlmənin də müfrəd halı ganiyyun şəklindədir. El-muznibune günahkarlar duğat, azğın kimsələrdir. Cəmi təksir qəlibindədir və mərfu əlaməti iki ötrü olaraq yazılsa uyğundur. El-muznibune duğatun. Günahkarlar azğın kimsələrdir. El-muctemi'une bir araya gələnlər, toplananlar ixvan. Bu cəmi təksir qəlibində idi. Hardan bilirik? Əxun kəlməsinin cəm forması olmasından bilirik. Başqa hansı forması var idi? İxvatun olaraq gəlirdi. Burada cəmi təksirin mərfuluq əlamətini yazdığımız zaman bu kəlməni olduğu kimi buraya köçürməmiz uyğundur. El-muctemi'une ixvanun. Bir araya gələnlər qardaşdırlar. İndi isə dəyərli tələbələr, son məşqimizə keçirik. Xətalı isim cümlələri verilmişdir. Biz onları doğru hala salmağa çalışacağıq inşallah. Birinci örnəyimizin mənası istehsalçılar zəngindirlər. Mübtədamız və xəbərimiz. Mübtədamız istehsalçılar cəm halında bir kəlmədir. Burada el-munticu cəm formasının şəkilçisi yoxdur. Demək ki, biz buna vav nun əlavə eləyəcəyik. Zəngindirlər. Əğniyəu. Bu da cəmi təksir halında bir kəlmədir. Deməli, mübtəda və xəbərimiz bu şəkildə mübtəda və xəbərimiz bu əlavələrlə bu şəkildə qaydaya uyğun olmuş olur. Həm mübtədamız mərfudur, vav hərfi var, həm mərifədir, başında elif lam var. Cəm müzəkkər səlim halındadır və xəbərimiz də cəmi təksir formasındadır. Mərfuluq əlamətini də tək ötrə ilə almışdır. Namizədlər yoxdurlar. El-murəşşəhu. Namizədlər
cəm formasında olmalıdır. Biz buna vavnun əlavə eləyəcəyik. El-murəşşəhunə qaibun. Bu tək halında bir xəbərdir. Bunu da eyni şəkildə vavnun əlavəsi ilə cəm halına salacağıq. El-murəşşəhunə qaibunə. Həm mübtədamız, həm də xəbərimiz cəm formasında gəldi. Həm mübtədamızın, həm də xəbərimizin mərfuluq əlaməti vav hərfi oldu. El-mudəlləlunə ixvanən. Erköyünlər, nazlı uşaqlar qardaşdırlar. Erköyün el-mudəlləl buradakı cəm mənasını vavnun şəkilçisi verib. Bu düzdür. Olduğu kimi yaza bilərsiniz. Yenidən biz yazmayaq. İxvanun kəlməsi də cəmi təksir formasındadır. Cəm olan mübtədaya uyğun olaraq gəlmişdir. Lakin cəmi təksirlərin mərfuluq əlaməti ötrə ilə olacaq. Bunu sadəcə ötrə dəyişikliyi yazaraq buraya köçürə bilərsiniz. El-mudəlləlunə ixvanun. Mütəşəimunə zələmətun. Bədbinlər zalimdirlər, insafsızdırlar. Mübtədamız mərifə bir kəlmədir. Yəni başına biz bunun əlif-lam əlavə eləyəcəyik. El-müteşaimunə zələmətun. Bu da cəmi təksir formasında bir isimdir. Ona görə mübtədamızın cəm halına uyğunluq sağlamışdır. Mərfuluq əlaməti də ötrə ilə verilib. Zələmətun, zalimun kəlməsinin cəmi təksir formasıdır. El-muallimani fuqara'u. Müəllimlər. Biz cəm halı yaratmalıyıq. Təsniyə halını silirik. Onun yerinə el-muallimunə kəlməsini olduğu kimi yazırıq. Fuqara'u bu da cəmi təksirdir. Mübtədaya uyğun olaraq cəm halında gəlmişdir və mərfuluq əlaməti də tək ötrə ilə almışdır. Bu da doğru. Müfrəd halı fəqirun şəklində gələcək. El-muallimunə fuqara'u. Müəllimlər kasıbdırlar. Bəli, dəyərli dostlar, dərsimizi yekunlaşdırmadan əvvəl bugün işlədiyimiz mövzunun xülasəsini görmüş olaq. Biz birinci halda həm mübtədanın, həm də xəbər üzvümüzün vavnun şəkilçisi ilə cəmi müzəkkər səlim formasında cəmləndiyini və hər iki üzvümüzün də mərfuluq əlamətinin vav hərfi olduğunu zikr etdik və buna çoxsa örnək verdik. Məsələn, el-mühendisunə hadirunə. Mühəndislər hazırdırlar, gəlibdirlər. Gördüyünüz kimi hər iki üzvümüzdə də vavnun əlavəsi var və bu cəm müzəkkər səlimin şəkilçisidir. Hər bir üzvümüzün mərfuluq əlaməti də gördüyünüz kimi vav hərfi olaraq burada yazılmışdır. İkinci qismdə isə mübtədamız vavnun şəkilçisi ilə cəmlənən cəm müzəkkər səlim oldu. Lakin xəbərimiz cəmi təksir oldu. Yəni cəm müzəkkər səlimimizin mərfuluq əlamətini
vav olarak zikrettik. Cəmi təksirin mərfuluq əlamətini də müfrəd isimlərdəki kimi ya tək bir ötürə və ya iki ötürə olaraq zikr etdik. Bir dənə də örnək yazaq buna. El-muslimune mübtədamız cəm müzəkkər formasında, xəbərimiz uqalau. Uqalau kəlməsi aqilun kəlməsinin cəmi təksir formasıdır. Yəni müsəlmanlar ağıllıdır. Burada da gördüyünüz kimi uqalau tək bir ötürə ilə mərfuluq əlamətini aldı. Ümid edirəm ki, dərsimiz başa düşülmüşdür. Rəbbim hər birimizə müvəffəqiyyətlər nəsib eləsin. Rızasına uyğun şəkildə yaşamağı cümləmizə asanlaşdırsın. Gələcək dərslərdə görüşmək diləyilə hər birinizi Allaha əmanət edirəm. Esselamu aleykum və rəhmətullah.